Hər birinizi salamlayıram. Sizinlə birlikdə bu videoda 9-cu siniflər üçün olan topludan so do I və negativ sentence dərsinin izahına baxacağıq. Əvvəlcə onu qeyd edeyim ki, bu testdə mix testi və bu testimizdə biz so do I, negativ və quantifiers dərsləri mix şəkildə verilib. Mən sizə bu videoda sadəcə so do I və negativ testlərini izah edəcəm. Əvvəlcə birinci testin izahına baxırıq. Cümləmiz inkar cümləsidir. Doesn't bilirik ki, so do I dərsindən əgər cümlə inkardırsa so, to, also ilə ona cavab vermək olmaz. Ona görə C variantındakı to və D variantındakı so olan variantlarımızı çıxırıq. A variantında doesn't either bu strukturca doğrudur. Y variantında either olması üçün cümlədə əlavə bir, yəni either'ın öz cümləsində bir inkar olmaydı. Ona görə bu yanlışdır. B variantında isə neither is Bill. Bu da strukturca doğrudur. İndi baxırıq cümləmizdə doesn't verilib və cümlədə to be yoxdursa biz qətiyyən variantda to be gətirə bilmərik. B variantında isə to be-dən istifadə olunub. Əgər B variantı neither does Bill olsaydı bu zaman B variantı doğru olardı. Ona görə də bu testdə cavab olur A variantı. Joseph German dilini, daha doğrusu Alman dilini bilmir. Cavabda isə deyir ki, bir də həmçinin bilmir. İndi isə 6-cı testin izahına baxırıq. 6-cı testdə Anna hasn't got any information about it. Yenə cümləmiz inkar cümləsidir. İnkar cümləsi olduğu üçün biz so, to, also olan variantları çıxırıq. C variantı və B variantı yanlışdır. Qaydadan bilirik ki, either qətiyyən cümlənin əvvəlində gəlməz. So do I dərsində yalnız cümlənin sonunda və inkar cümlənin sonunda olmalıdır. Yəni bu cümlə I don't, daha doğrusu I hadn't either olsaydı düz olardı. A və Y variantları arasında qalırıq. Bu dərsin qaydasından bilirik ki, dərsimiz neyzə, sonra köməkçi, sonra mübtəda, köməkçi, sonra mübtəda qaydası ilə getməlidir. Yəni neither'dan sonra mübtəda gəlməlidir bu dərsdə. Ona görə cavab olur burada A variantı. 15-ci testin izahına baxırıq. Teddy knows English. Bu cümlə təsdiq cümləsidir. Təsdiq olduğu üçün either və neither olan variantları çıxırıq. D variantı və C variantı yanlışdır. B variantı so, Y variantı so doğrudur. Lakin A variantında to olan cümləyə inkar qoyulub. Bu tamamilə yanlışdır. Demək qalırıq Y və B variantları arasında. Əvvəlki testdə qeyd etdiyim kimi, əgər cümlədə to be-nin forması yoxdursa, variantda da to be-nin forması gəlməməlidir. Burada əm yazılıb deyə bu yanlışdır. Demək cavab olur Y variantı. Tərcümə ilə deyir ki, Ted ingilis dilini bilir. Qarşısında Kit isə deyir ki, mən də həmçinin ingilis dilini bilirəm. 25-ci testdə bizdən soruşulur ki, Seoul is an extremely large and crowded city. Demək, Seoul böyük və dolu şəhərdir. Yəni, çox kütləsi insanlar olan şəhərdir. Cümlə təsdiq cümləsidir. Təsdiq cümləsi olduğu üçün biz so, to, also olan variantları çıxırıq. Bir də either var, yanlışdır. Either inkar cümləyə cavabı idi. 3-də to olan cümləyə qətiyyən inkar qoymaq olmaz. Demək, cavab oldu 2 və 4. 2-də deyir ki, New Yorkda həmçinin, 4-də isə deyir ki, İstanbulda. 3-cü testdə bizdən soruşulur. All children like watching cartoons. Bütün uşaqlar deyir, çizgi filmə baxmağı sevir. Demək, bu cümlə təsdiq cümləsi olduğu üçün biz either, neither variantlarını çıxırıq. A variantı neither'dır, D variantı neither, neither'lər çıxdı. C variantında so olan cümləyə inkarlı qoyulub. So do I dərsində so mütləq və mütləq təsdiq cümlələrində işlənir. Y variantında isə inkar cümləyə doesn't qoymaq olmaz. Demək, cavab oldu B variantı. Bütün uşaqlar sevir. Arxasıca deyir ki, Anna da həmçinin çox sevir. 55-ci testin izahına baxırıq. Mike likes traveling. Mike sevir səyahət etməyi. Bu cümlədə təsdiq cümləsidir. Təsdiq olanırsa neither variantlarını çıxırıq. A variantı, B variantı neither çıxdı. C variantında so'dan sonra doesn't qoymaq olmaz. D variantı doğrudur. Y variantında to olan cümləyə inkar qoymaq olmaz. İndi isə növbəti testimizin izahına baxırıq. 62-ci testdə bizə verilən cümlə inkardadır. Çünki verilib haven't. İnkar cümləsi isə so, to, also olan variantlarımızı çıxırıq. Diqqətlə baxsaq, A variantında to var, yanlışdır. B variantını saxlayırıq, C variantını saxlayırıq. D, Y variantlarında heç birində either və daha doğrusu to, also yoxdur. İndi cümlə quruluşuna baxırıq. B variantında yazılıb ki, either had most of my friends. Either inkar cümlənin sonunda qoyulmalıdır. Bu cümlənin əvvəlində qoyulub deyə bu yanlışdır. C variantında
baxırıq ki, did gəlib, amma cümləmizdə öz inkarını düzəldən söz, baxın ki, haven't idi. Ona görə də biz burada didn't olan variantı çıxırıq. Demək ki, A-nı, B-ni, A-nı to-ya görə çıxdıq. B-ni Ezer əvvəldə işləmişdi və təsdiq cümləsində idi. C variantında isə did gəlib deyə çıxırıq. D variantı doğru cümlədir. Çünki neither have most my friends. Mənim dostlarım da. E variantında isə Ezer cümlənin sonunda gəlib, lakin inkar cümlənin sonunda olmalıdır. Yəni Ezer'in olduğu cümlənin özü də həmçinin inkar olmalıdır. Cümləni tərcümə edirik. I haven't spoken with the members of the delegation yet. Deyir ki, mən hələ də nümayəndələrin üzvləri ilə danışmamışam. Arxasıca deyir ki, neither have most my friends. Mənim dostlarım da həmçinin. Demək ki, bu testdə cavab oldu D variantı. İndi isə növbəti testimizin izahına baxırıq. 78-ci testdə bu qaydada mütləq və mütləq inkar cümlələrinə diqqət etmək lazımdır. İnkar cümlələri bildiyimiz qədərilə cümlədə hər hansı bir inkarlıq olan form olmalıydı. A variantında baxırıq, never do something. Something dərsini pronoun dərsindən tanıyırıq ki, pronoun da deyilmişdi ki, some inkarda işlənməz. Ona görə A variantı yanlışdır. B variantında don't və ikinci bir nothing verilib deyə bu tamamilə yanlışdır. C variantında never do anything in a hurry. Never inkardır və anything-də inkar cümlələrində işlənir deyə bu doğrudur, bunu saxlayırıq. D variantında never don't something, never bir inkar, don't ikinci inkar, bu yanlışdır. E variantında isə never do no work, işlətmək olmaz. Yadımızda saxlayırıq, ingilis dilində ancaq bir cümlədə bir inkar olar, ikinci bir inkarlığı qətiyyən cümləyə gətirmək olmaz. İndi isə 79-cu testə baxırıq. They will join us too. Onlar da bizə qoşulacaqlar. Bu cümlə təsdiqlədir. İnkara çevirmək üçün ilk öncə bilməliyik ki, inkar cümləsində so, to, also işlənməz. Baxırıq B variantında to verilib, C variantında also verilib, yanlışdır. Qalan variantlar hələ ki bu tipdə səhv yoxdur deyə indi diqqətlə hər bir variantı analiz edirik. A variantında they not. Not yadımızda saxlayırıq, qətiyyən cümləyə birbaşa gəlməz. Mütləq köməkçidən, yəni köməkçi feildən sonra gəlməlidir. Burada isə birbaşa mübtədadan sonra gəlib deyə bu yanlışdır. D variantında they will join us. Neither də cümlənin inkarında duraraq cümləni inkar etməz. Neither cümlənin əvvəlində durar və cümlənin sonunda duran either idi. Baxırıq not, either, demək ki bu cümlə tamamilə inkardır. Doğrudur, they will not join us either. Onlar da bizə qoşulmayacaqlar. 84-cü testdə there was a spoon and a fork on the table. Bu qaydada mütləq baxmalı olduğunuz bir nüansı sizin üçün qeyd edeyim. Demək, əgər sizin cümlənizdə and bağlayıcısı varsa, əvvəlcə and bağlayıcısını atmalısınız cümlədən, çünki inkar cümlələrində and işlətmirik. Və burada verilmiş artikellara diqqət edin, nöqtələrdən, daha doğrusu andın sağ və solunda sayılan tək isim verilib və mütləq onun artikeli da olmalıydı. Ona görə bu testdə A variantında not either a spoon olmalıydı. A variantında spoonun artikelini siliblər, bu yanlışdır. Bir daha onu qeyd edeyim ki, əgər cümlədə no ilə inkar verirsə, no-dan sonra qətiyyən artikel qoymaq olmaz. Ona görə no or olan hissələrə diqqət edin. B variantında neither nor. Neither norda artikel qoymaq olar. Ona görə də buradakı sözlərin artikelləri düşməməlidir. B variantı yanlışdır. C variantında no and deyə bir struktur yoxdur. No or var və həm də burada artikel da olmamalıydı. Çünki no-dan sonra no orada qətiyyən heç bir istiqamətində artikel olmamalıydı. D variantı neither a spoon nor a fork, bu düzdür. There was neither a spoon nor a fork on the table. Stolun üstündə nə çəngəl, nə də bıçaq var. Daha doğrusu nə çəngəl, nə qaşıq var. E variantında isə nə yanlışdır? No-dan sonra qətiyyən artikel qoymaq olmaz. İsə 91-ci testin izahına baxırıq. 91-ci testdə bizə verilib Little Cassie lay on the sofa. Balaca Cassie divanda uzandı. Bu testdə cümlə təsdiq olduğu üçün baxırıq 1, 2, 3 və 4 variantlarda heç bir struktur səhvliyi yoxdur. Sadəcə fərqimiz var. Did və does. Yəni feilin biri diddir, biri isə doesdır. İndi yadımızda saxlayırıq. Əgər bizim feilimiz lay yox, sığlı feil olsaydı, bu zaman biz ora does gətirə bilərdik. Çünki mübtədamız üçüncü şəxsin təkidir. Ona görə də biz burada does olan variantları çıxırıq. Cümləmizdəki feil keçmiş zamandadır. Ona görə cavab olur 1 və 3. Bir daha qeyd edirəm. Burada lay feili üçüncü şəxsin təkindədir və esi yoxdursa, demək ki, bu keçmiş zamandadır. Zaman dərsindən öyrənəcəyik ki, əgər cümləmizdə üçüncü şəxsin təki varsa, mübtəda üçüncü şəxsin təkidirsə, xəbər təkdə olmalıydı. Təkdə olan xəbərlərin isə sonunda es olur. Burada isə lay keçmiş zamanda olan bir feildir. İndi isə 95-ci testimizin izahına baxaq. 95-ci testdə bizə soruşulur.
I don't like, negativ istəyir bizdən. I don't like such people too. Bilirik ki, to inkarda olmaz, also inkarda olmaz. Y variantında da also var. Bu da çıxdı, qalırıq B və D variantları arasında. I don't like such people either. Bu doğrudur, çünki either inkarda işlənir və bu da doğru inkardır. D variantına baxırıq. I like not such people. Bayaq da bir testdə qeyd etdiyim kimi, notun cümləyə gələ bilməsi üçün cümlədə köməkçi feil olmalıydı. Köməkçi feildən sonra not olar. Burada isə birbaşa like-dan sonra not qoyulub. Ona görə bu forma yanlışdır. Cavab olur B variantı. İndi isə 97-ci testin izahına baxırıq. 97-ci testdə bizə verilib inkar cümləsi. Baxdıq inkar cümləmizə. I liked both the play and acting. Deyir, mən həm oynamağı, həm də hərəkət etməyi sevirəm. Bu cümləmizdə inkarda və both and var. Qətiyyən both and-i inkarda işlətmək olmaz. Both and yalnız və yalnız təsdiq cümlələrdə işlənir. Ona görə ilk öncə both and variantımız varsa çıxırıq. Baxırıq ki, variantımızda bir dənə B variantında both and qalıb. Onu da çıxdıq. A variantında not, nor. Not, nor deyilən bir struktur yoxdur. Not, or var. No, neyzə nor var. Ona görə də nor versiyasını bura işlədə bilmərik. Ona görə A variantı çıxdı. Və həm də burada bir şey də qeyd edelim. Neyzə nor yox, neyzə or olmalıydı. Bu da səhvdir. C variantında didn't və neither eyni anda iki inkarlıq verilib deyə bu yanlışdır. D variantında neyzə or yox, neyzə nor olmalıydı. Yanlışdır. Y variantı doğrudur. I liked neither the play and the acting. Demək ki, bu cümlə tamamilə doğru şəkildə inkarda verilib. 100-cü testimizin izahına baxırıq. 100-cü testdə bizdən soruşulub İnkar cümləmiz. Yenə inkar cümləmizdə struktur düzlərimizə baxırıq. Strukturca Norman won't refuse to help us and Mark not, won't either. Bu cümlədə hər hansı bir struktur səhvi yoxdur. Çünki not gəlib köməkçi feildən sonra və either won't-la işlənib. Bu doğrudur. Saxlayaq. İkinci testdə inkar cümləsinə to qoyulub deyə bu tamamilə yanlışdır. Üçüncü testdə baxırıq. Either olması üçün will not either olmalıdır. Bu da yanlışdır. Bir daha qeyd edirəm. Buradakı fontun bizə heç bir, yəni buradakı either-a heç bir adiyyəti yoxdur. O əlavə bir inkardır. Either-in isə əlavə bir inkar olmalıydı. Ona görə 3 yanlış, 4 yanlış, daha doğrusu 3 yanlışdır. Dördüncü testdə isə neither will Mark bu tamamilə doğru.